Açıq bufet, şvedski stol ya da İsveç masası. Hamının sualı olan bir mövzudur ki, nə götürək, nə qədər götürək, neçə dəfə götürək, nə təri götürək kimi bu gün soruşmaqdan utanmayan seriyamızda bundan danışacağıq detallarından. Başlanğıc olaraq burada böyük qablar var, boş qablar. Orada balaca boş qablar. Əvvəllər mən də fikirləşirdim ki, hər şeyi görəsən başqa qaba qoymaq lazımdırmı? Elə bir məcburiyyətiniz yoxdur. Hardan boş qab tapsaz, onun içinə nə istəyirsiniz qoya bilirsiniz. Tapmasaz da soruşun buralardan. Vilka, qaşıq və s. də kənarlarda olur. Bir yeməkdən götürdünüz, o yeyəndən sonra təkrar durub yemək götürəndə eyni boşqabla götürməliyəm, yoxsa kənardan yeni boşqab götürməliyəm. Bunda 3-4 dəfə götürəndə stolun üstü boşqabla dolur və s. detallarına çox da ilişməyin. Necə rahatsa elə eləyin. Çay məsələsində bəzən əməkdaş olur. Siz soruşsanız zaten deyəcək ki, nə istəyirsən çay, kofe özü süzür. Ya da deyirlər ki, bax orada var çay, kofe. Məsələn, burada bu tərəfdədir. Gedib oradan özün süzürsən, meyvə suyu, çay, kofe, nə istəyirsən, nə qədər istəyirsən götürürsən. Məsələn, neçə dəfə götürmək olar səhər yeməyində? Oturum, yedim, təkrar gəlib götürsəm yanlış olarmı ya da ayıb olarmı kimi məsələ var. Problem orada yaranır ki, insanlar deyirlər, yox biz ikinci ya da üçüncü dəfə gəlib nəyisə götürmək düzgün olmaz. Birincidən yekə boşqabı doldururlar hər şeylə, böyük əksəriyyətində yeyə bilmirlər, masada qalır. Burada xoşunuza gələn bir yemək yolda tutaq ki, ya da günün başqa hissələrində kabab var, balıq var, toyuq var, balıq xoşuna gəldi. Adam görür ki, hər kəs də balıqdan götürür, deyir, bu qutaracaq, bitəcək o. Burada nə varsa, mətbəxdə bunun rezervi var. Görürlər ki, insanlar məsələn bu növ pendirdən daha çox götürür. Bu azalmağa başlayır, mətbəxdə hazırlıq görürlər, bitmədən yerini doldururlar gətirib. Yox, əgər bitibsə də yenə əməkdaşlara deyirsiniz, bu bütün yerlərdə belədir. Ki, bax filan şey var idi burada, o qutarıb indi, mütləq gətirirlər 1-2 dəqiqənin içərisində. Yəni, nə xoşunuza gəlirsə az-az götürün, dadına baxın, sonra təkrar gəlib yenə üstünü doldura bilirsiniz. Günorta axşam yeməyində onsuz da salatlardan başqa hər şey isti yemək olur belə qablarda. Səhər yeməyində də isti yeməklər olur. Burada tutalım, qızarmış yumurta var, qızarmış glazok da, sonra çörək var, burada pomidor yumurta var və s. Bunların içərisindən isti yemək götürə bilirsiniz. İlk dəfələr açıq bufetlə rastlaşanda tələbəlik vaxtlarında suallar olurdu bizdə də ki, görəsən nəyisə düz elədim, səhv elədimmi deyə. İndi turizm sektorundayıq, uzun illərdir belə görürük, amma insanlarda hələ də sualların olduğunu bilirik. İstədik ki, bunun videosunu çəkək. Səhər tezdən də qonaqlar yeməyə düşənə kimi bura Şəki Palas Otelin restoranıdır. Sağ olsunlar bizə şərait yaratdılar. Meneceri dostumuzdur, Azər. 5-6 ildir tanıyıram mən onu. Özü də bu oteldə 10 ildən çox olar ki, işə başlayıb. Başlayanda da bel boy kimi başlayıb və indi bütün otelin meneceridir. Onu da ona görə universitetlərə və s. dəvət eləyirlər. Gedir otelçilikdə mərhələ-mərhələ nətər yüksəlmək olur, uğur hekayəsi olaraq bəzən çıxışlar eləyir. Burada da indi arxada Şəkin mənzərəsi var. Dağda qar var, o tərəfdə karvansarayımız var aşağıda. Sizin də bu açıq bufe ilə bağlı 100% hər kəsin maraqlı xatirələri var. O xatirələrinizdən ya da ki, yenə suallarınız varsa, necə olur bununla bağlı fikirləriniz varsa, onları aşağıdan yazın. Bir müddətdən sonra daha uzun bir video yenə çəkərik. Biz izləməyə davam edin.